Gəlin görək bu videonu necə etdik. İlk öncə ekrana toxunduğumuz bir video çəkirik. Daha sonra istədiyimiz bir videonu seçirik və aşağıdakı effects bölməsinə daxil oluruq. Video effekti seçib yuxarıda 3D ekran yazırıq. Qarşımıza çıxan ilk effekti seçirik burada. Effekti yüklədikdən sonra uzunluğunu ayarlayırıq. Əvvəlki videoya qayıdıb overlay vasitəsilə həmən videonu bura yükləyirik. Effektə tıklanan yeri bölürük və tam ekran gələn yerdə də kəsirik. Ortada qalan hissəni silirik və həmən videoları bir-birinə yaxınlaşdırırıq. Daha sonra birinci hissəni seçirik. Aşağıda remove düyməsini basıb ikinci funksiyanı seçirik. Həmən hissəni yaxınlaşdırıb quick brush ilə avtomatik olaraq rəngləyirik. Arxa fon silindikdən sonra həmən effekti əlimdəki telefona yaxınlaşdırıram və kiçildirəm. Keyframe əlavə edirəm və effekti yuxarı qaldırırıq, böyüdürük və keyframe əlavə edirik. Effektin ikinci hissəsini tam ekran edirik. Artıq video hazırdır. Sən də CapCut'dan sıfırdan video montajı öyrənmək istəyirsənsə, mənim CapCut təlimlərimə qoşula bilərsən.